Və yadda saxlaya bilərsiniz ki, bütün karbohidrogenlərdə uşaqlar neytron sayı 6N-dir. Çünki hidrogenin neytronu 0-dır deyənə, bütün karbonlarda neytron sayı, karbohidrogenlərdə neytron sayı 6N düsturu ilə hesab. Uşaqlar, gəlirəm bunların rabitəsi. Gəlirəm burada rabitə sayı. Siz mənə kömək edin, rabitə deyəndə. Burada hansı rabitələr var? Biz dedik, alkanlarda bütün rabitələr hansıdır? Dedik, alkanlarda bütün rabitələr sigma. Sigma rabitədə uşaqlar necə hesablanırdı? Onu deyək. Bütün rabitələri sigmadır. Burada pi rabitə yox. Sigma rabitəni tapmaq üçün alkanlar açıq quruluşluydu, yoxsa qapalı? Açıq quruluşlu. Açıq quruluşlarda uşaqlar sigma rabitəni tapmaq üçün atom sayından bir çıxırlar. Bu, əzbər yadınızda qalsın ki, bizə çox lazım. Deməli, sigma rabitəni tapmaq üçün biz nə edirik? Atom sayından uşaqlar 1-i çıxır. Alkanlarda atom sayı 3N plus 2 idi. Ondan 1-i çıxıram, eləyir 3N plus 1. Alkanlarda sigma rabitələrin sayı, özü də hansı rabitədir bu? Təbii ki, dedik sigmadır. Çünki orada pi yoxdur, bütün rabitələr sigma. Alkanlarda sigma rabitələri 3N plus 1 düsturu ilə hesab. Onda uşaqlar, mən sizə desəm ki, alkanda atom sayı ilə rabitə sayı arasında asılıq necədir? Nə deyəcəksiniz? Atom sayı deyəcəksiniz, rabitə sayı, atom sayı rabitə sayından böyükdür. Alkanlarda atom sayı rabitə sayından, alkanlarda atom sayı rabitə sayından böyük olur. Yenə baxın. Alkanlarda atom sayı rabitə sayından böyük. Deməli, alkanlarda atom sayı rabitə sayından böyük olur. Bu nəzərimizdə olsun. Davam edin. O da bildiyinizdə nəyə görə belədir? Bu belə. Deməli, bunu deyəndən sonra indi gəlin baxaq uşaqlar. Görək bunlarda bu rabitələr, yəni sigma rabitələr nələr arasında yaranır? Sigma rabitələri bir karbon-karbon arasında yarana bilir. Bir də karbon-hidrogen arasında yaranır. İndi kim mənə deyər, CC rabitəsi necə tapılacaq? CH. Uşaqlar, karbon-karbon arası yaranan sigma rabitə karbonun sayından bir dənə əski yox. Karbon-karbon arasında yaranan sigma rabitələr karbonun sayından bir vahid əski yox. Məsələn üçün deyirəm, tutaq ki, baxın, burada məsələn 2 dənə karbon görür. 2 karbon arasında neçə rabitə görürsünüz? Bir rabitə var. Neçə karbon varsa, onlar arasında, elə ki, barmaqlarınız kimi, barmaqlarınızda karbon düşünün. Məsələn, 3 barmağınızın arasında neçə boşluq var? 2. 5 barmağınızın arasında neçə boşluq var? 4 boşluq. Həmin boşluqlar sizə rabitənin sayı.